manatdır? Xeyr, bugün 15 mart. Respublika fən müsahibəsinin fizikadan olan suallarına baxacağıq. Birinci sualdan başlayaq. Şəkildəki deyir tərəzilərlə bağlı hansı fikirlər doğrudur? Birinci tərəzi ilə kütlənin daha dəqiq ölçmək olar. Birinciyə baxıram kiloqram, ikincidə qramdır. Xeyr, kiçik olan cihazlarda ölçmə dəqiqlik daha böyük olur. Ona görə ikinci cihazda daha dəqiq ölçmək olar. Deməli, 1 yanlışdır. 2 daha dəqiq ölçmək olar. Bəli, 2-də daha dəqiq ölçmək olar. Birinci tərəzdə daha böyük kütləni ölçmək. Bəli, çünki kiloqramdır. İkincidə qramdır. İkincidə bu yanlış. Deməli, cavabımız 2-3 olacaq. Hansı vahid cəmiyyəsi yanlışdır deyir, bax. Deməli, birinci biz bir 36 km/saat 10 m/saniyədir. Çünki qeyd eləyək, 36 vurulsun, kilometri metrə çevirəndə vuracaq 1000-ə, böləcək, saatı da saniyəyə çevirəndə 3600-ə böləcək. Onda o eləyəcək 10 metr bölünsün saniyə. Deməli, bu düzdür. Daha sonra ikinciyə baxaq. 200 kiloqram bölünsün kub metr çevirdikdə deyir 2 qram bölünsün santimetrin kubu alınıb. Baxaq görək ki, alınırmı? Hesablayaq. Deməli, yazaq. 200 o 2000 daha doğrusu 2000 vurulsun. Kiloqram qrama çevirəcək. Vuracam 1000-ə. Bölünsün kub metri kub santimetrə çevirəndə 10 üstü 6 eləyəcək. 10 üstü 6. Elə 10 üstü 3-lər 6-lar gedəcək. Qalacaq 2. Bəli, bu da düzdür. Üçüncüyə baxaq. Üçüncüdə nə deyir bizə? Üçüncüdə deyir 300 litr 3 kub metr. Yəqin ki, bu yanlış olacaq. Çünki baxaq. Biz bilirik ki, 1 litrimiz 1000. Yəni, bu şəkildə yazaqsaq daha yaxşı olar. Aydın olsun. Deməli, 1 kub metrimiz bərabərdir 1000 litrə. Onda 300 litrimiz 300 litrimiz yox, onda 3000 litrimiz 3 kub metr eləyəcək də. Burada ama deyir 300 litrimiz. Ona görə yanlışdır. Çünki burada 3000 olsaydı, bəli 3 kub metr olardı. Yəni bizim normalda 300-lə cavab veribsə, onda olacaq nə? 0.3 alınacaq da. 300-lə 0.3 alınır. 0.3 kub metr eləyir. Yəni bu yanlışdır. Üçüncüyə baxaq. Zamanlar verilib. İlk növbədə bunları saata çevirsək daha yaxşı olar. Çevirək saata. Deməli, birinci zaten çevir. İkinciyə baxaq. Bir həftəmizdə biz bilirik ki, 7 sutka var, elə deyil mi? Onda 7 vurulsun. Bir sutkamız da 24 saat olduğu üçün 7-ni vuracam 24'e. O da 168 saat eləyəcək. Daha sonra T3'ə baxaq. Bunda saniyədir. Saniyədə saata çevirir. Biz bilirik ki, 1 saatimiz nə qədərdir? Baxın, 1 saatimiz 3600 saniyədir. Bizə isə 100 min saniyə verib. O deyir neçə saat? X saat. Bu da təqribən götürsək 2 sıfırlar gedəcək. 100 bölünsün 36 qalacaq. 250 ya da təqribən 27-28 saat eləyəcək. Yəni 27-28 fərq yoxdur. Təqribən onsuz hesablayırıq. Buradan da görürük ki, T2 ən böyükdür. T2 ən böyükdür. Sonra T1. Əslində belə məntiqən baxanda da görsənir. T3 deməli ən kiçikdir. Çünki saniyə iləndir. Həftə ilə olan saatı. Biz həftədə daha çox saat var da. Daha sonra baxaq menzurka verib. Biz menzurka ilk növbədə bir bölgünün qiymətini tapmalıyıq. Bir bölgünün qiyməti də buradan tapsaq 250-dən 200 çıxsaq 50 bölünsün 10. O da 5 eləyəcək. 50 bölünsün 10-dan biz bir bölgünün qiymətini 5'e tapdıq. Çünki 250-dən 200 çıxanda qalır 50. 50 də bu aradakı bölgülər də 10'dur. Ona böldük, aldıq ki, bir bölgünün qiyməti 5'dir. Daha sonra birinci daş atılmamışdan qabaq baxıram ki, mənim həcmim 150'dir. Daş atıldıqda bir bölgünü tapdıq ki, 5'dir. 150, 155, 180. Daş atıldıqda isə 180 oldu. Onda həcmimiz nə qədər dəyişib? Yəni V olub 30 oldu da. 150 idi, 180 oldu. Deməli 30 oldu bizim həcm dəyişməmiz. Onda sıxlığı tapa bilərik. Rho bərabər M bölünsün V-dən. Kütləmiz 90 verilib. Həcmi də tapdıq ki, 30'dur. O da eləcək ki, 3
qram bölünsün kub santimetr. Davam eləyək. Bizə A nöqtəsində hərəkətə başlayan avtomobil dik şəkildə təsvir olmuş traktör üzrə hərəkət edərək B nöqtəsinə çatır. Avtomobil yer dəyişir. Bax, yer dəyişməsi 10 kilometrdir. Biz bir ki, yer dəyişmənin tərəfi başlanğıcla sonu birləşən istiqamətlənmiş düz xətt parçası. Bu mən başlanğıcla sonu birləşdirdikdə, yəni A ilə B-ni birləşdirdikdə nə olacaq? Baxıram ki, bu neçə dama? 2 dama. Deməli 2 damam 10 kilometrsə, demək 1 damam onda nə olacaq? 5 kilometrə bərabər imiş də. Onda sayaq məsafələri nə qədər məsafə gəlib. Çünki bizə yol istəyir. 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10. 10 bölgü gəlib. 10 dama gəlib də, yəni. Onda bir bölgümüz 5 damadırsa, 10 da gəlibsə, deməli 50 kilometr yol gəlmiş olar A-dan B-yə çatana qədər. Altda sürücü deyir, aralarındakı məsafə 200 km A şəhərindən B şəhərinə getmək üçün 3 saat, geri qayıtmaq üçün isə 15 dəqiqə. Yəni qayıtmaq üçün isə daha 15 dəqiqə, yəni sərf eləmişdirsə, avtomobilin bütün yola görə orta sürətini hesablayaq. Bax, birinci 3 saat, ikincidə isə 15, yəni 3 saat plus əlavə 15 dəqiqə. 15 dəqiqə də deyir, daha çox vaxt gəlib də. Onda yazaq ki, belə, T1 yazaq. Buradan yazaq ki, T1 bərabərdir. T1 bərabər 3 saat. T2'ye baxaq. T2 3 saat. Yəni 3 saat plus bir də 15 dəqiqə. 15 dəqiqə də yəni 15 bölünsün 60-dan 1 bölünsün 4'də 1 eləyəcək. O da 0,25'dir də. 0,25. O da 3 plus 0,25 %25. Yəni 3,25 eləyəcək də. 3,25 saat eləyəcək. Yola görə orta sürət. Ümumilikdə bax A-dan B şəhərinə gedib və geri qayıdıb da. Yəni A şəhərindən B şəhərinə gedib, sonra geri qayıdıb. Geri qayıdıb, yəni 200'ü gedib, 200 də qayıdıb. Onda V ortanı tapmaq üçün S ümumi bölünsün, T ümumidən istifadə eləyərik. 200 getmişdi, plus 200 də qayıtdı. Yəni ümumilikdə 400 kilometr məsafə qət eləyib. Zaman da getmək üçün 3, qayıtmaq üçün isə 3,25. Ümumilikdə 6,25 saat vaxt sərf eləyib. Bu da 400 bölünsün 6,25. 6, 60, 64 kilometr böl saat eləyəcək. D variantı. Baxaq 7-yə. Eyni istiqamətdə hərəkət edən avtomobilin getdiyi yollar verilmişdir. Hansı tez zaman anında deyir, avtomobillər arasındakı məsafə 150 km olar. Avtomobillərin eyni nöqtədən hərəkətə başlandığını qəbul edib. Baxaq. Birinci sürətləri tapaq, görək nə qədər sürətdə hərəkət ediblər. V1-i birinci tapaq. V1 bərabərdir 160 bölünsün 2. Yəni S bölünsün T-dən. S1 bölünsün daha doğrusu T'dən 160 bölünsün 2 80 V2'ni tapsaq V2 də bərabərdir 100 bölünsün 2 zamanlar çünki eyni, o da 50 eləyəcək. Deməli V1'im 80 V2'im də tapdıq ki 50'dir. Bax eyni istiqamətdədir. Eyni istiqamətdə olduğu üçün biz bir ki çıxmalıyıq da. Yazaq onda S bərabərdir 80'dan 50 çıxarıq eləyəcək 30 vurulsun T'yə. T'də yəni T'ni axtarırıq da vuraq T'yə. Məsafə nə qədər oldu? Bizə deyir ki 150 kilometr olar. Onda 150'ni qəbul yazaq. Vurulsun 30 T. T də bərabərdir 150 bölünsün 30'dan 5 saat eləyir. Yəni ümumilikdə məsələn tənlik kimi də yaza bilərdik. S bərabərdir V2 minus V1 və yaxud V1 minus hansı sürət böyüdürsə bu T şəklində də yaza bilərdik və yaxud şifahidə yazmaq olardı. Daha sonra yenə iki avtomobildən biri A nöqtəsindən 70 km saat sürətlə B nöqtəsindən A nöqtəsinə doğru eyni anda hərəkətə başlar. Avtomobillər 2 saat sonra qarşılaşırsa, ikinci avtomobilin sürətini hesablayın. İndi burada isə baxaq necə hesablayırıq. Bunlar əks gəlir. Əks gəlirsə nə olacaq? Sürətləri biz bir-iki çıxmalıyıq. İlk növbədə S1'i tapaq.
S1 bərabərdir. Yazaq. S1 bərabərdir. V1T. Yazaq. V1'im çünki bizə verilib də 70. Zaman da bizə verilib. 70 vurulsun 2'dən. O da eləyəcək bizə 140 kilometri. Daha sonra biz buradan eskini tapa bilərik. Çünki bizə ümumi deyir ki, aralığında məsafə 300 kilometr. 300'dürsə, onda 300'dən çıxaram 140'ı 300'dən eskini taparam da. O da eləyəcək bizə 160. Aha, belə. Bunu tənliyi bu şəkildə yazaq da. S bərabərdir. Əks olduğu üçün, məsələn, V1 çıxılsın V2. Əks oldu, bağışlayın, toplamalıyıq. Əks olundu çünki sürətlər toplanır. Olsun, T şəklində yazaq. Burada onda məsafəmiz 300 bərabərdir. Nə olacaq? V1. V1 var. 70 plus. Aslında belə də yazsaq daha yaxşı olardı. V2'ni axtarırıq. Vurulsun. T'də 2'dir. Onda 300'dən xısar yenə 150 qalacaq. 150'dən də 70 çıxanda qalacaq 80. Onda V2 deməli 80'a bərabər imiş. 80 km/saat. Aslında bunu yazmasaq da olardı. Bu şəkildə yazsaydıq daha tez həllə almış olardıq. Növbəti suala keçək. Bizi 54 km/saat sürətlə işıqlara yaxınlaşan avtomobil qırmızı işıq yandıqda deyir, sürətini azaltmağa başlayır. Avtomobilin yavaşlama təcili nə qədər olmalıdır? Və təcil istəyir. İlk növbədə cavabı baxıram ki, əsas fərqlərini istədiyi üçün sürəti çevirək birinci. V nə qədər eləcək? 54 vurulsun 1000 bölünsün 3600'dür. Daha xısar gedəcək, qalacaq 15 metr/saniyə. Onda dayananda deyir, bax, deməli mənim son sürətim 0'dır. V bərabər 0. Təcrimizin düsturu nə idi? V minus V0 bölünsün T idi. Son sürətim 0 olanda, yəni V0 bölünsün T qalacaq. V0 da 15'dir, T də 6'dır. O da 15 bölünsün 6. 2 dəfə eləyəcək, 2 onda 5 eləyəcək. Yəni C variantı. A'ya baxaq, ona baxaq. A nöqtəsindən hərəkətə başlayan cisim B nöqtəsindən T müddətdə çatarsa, cismin yerdəyişməyə görə orta sürətinin yerdəyişmə nədir? Başlanğıc son. Biz yerdəyişməyə görə sürəti tapmaq istəyirsə, cismin başlanğıc və son nöqtələrini birləşdirməliyik. Bu nədir? Biz bir ki, mərkəzdən digər bura qədər olan məsafə R-dirsə, deməli bu digər məsafə də yenə R olacaq. Ona görə yaza bilərik ki, onda V bərabərdir. S-in yerinə 2R yazacağım da 2R bölünsün T olacaq. Yer dəyişməyə görə dediyi üçün görürəm ki, yer dəyişməmiz 2R-ə bərabərdir. Ona görə 2R bölünsün T şəklində olacaq. Yəni C variantı. 11-də yerin səthinə 350 km hündürlükdən dairəvi trayektoriyada hərəkət edən suni peykin dörtmə periodu verilib. Yerin radiusu verilib. Və sürət istəyir. Baxaq görək sürəti necə hesablayırıq. Sürəti yazaq. İlk növbədə baxıram ki, yerin radiusunu biz hesablayanda mərkəzdən hesablayırdıq. Elə deyil, mərkəzdən 5 hündürlüyümüz də var. Ona görə hesablayanda R plus H-la hesablayacaq da məsafəni. Yəni bunu da nəzərə alacaq sürətin düzsün. Ona görə yazaq ki, V bərabər 2 pi elə belə yazaq da R plus H bölünsün T şəklində olacaq. Elə sürəti istədiyi üçün davam edelim. 2 vurulsun 3 6 eləyəcək. Radiusun verib 6400 üstə gəl 350 bölünsün periyod da 1.5 saatdır. Əlavə vahidlərini istədiyi üçün çevirmirəm. Bu da eləyəcək. Onda 6400'ün üstə 350 gələndə 67500 eləyəcək. Onda vuranda 6'ya böləcəm 1.5'ə. O da eləyəcək 27000 A variantı eləyəcək.
12'yə baxaq. 12'də nə istəyir? Yəni buraları silək. 13'də ipli rəqqas verib A və B kənar nöqtələri olmaqla bir tarazlıq vəziyyətə tərəfindən ütə bərabər 3 saniyə periodla rəqs edir. Rəqsi hərəkət A nöqtəsindən başlayarsa 10 saniyə sonra cismin harada olar? Baxaq bizə periodu verib 3 saniyə. Biz bilirik ki, bir tam rəqs baş vermək üçün, yəni bu 4 amplitud məsafə qət etməlidir. Yəni bu 3 saniyəni də 4-ə bölməliyikdir. Yəni 4 dəfə çünki hərəkət eləyir axı. 4 hissədən ibarətdir də. 1, 2, sonra 2 dəfə gedir, 2 dəfə də qayıdır. Ona görə nədir? 3'ü mən 4'ə bölməliyim. 3'ü 4'ə böləndə nə qədər eləyəcək? 3'ü 4'ə böləndə 0'dan 75 eləyəcək. Baxaq, indi 10 saniyə sonra. Bax, deməli bu 3'ü bir dəfə tam rəqs eləyəndə bir periodunu başa vurur. O da bir periodu 3 saniyədə başa vurur. Bir dəfə rəqs elədi, 3 saniyə keçdi. İkinci dəfə tam rəqs elədi, yenə 3 saniyə getdi. Üçüncü dəfə rəqs eləyir, yenə 3 saniyə getdi. 9 saniyə elədi mi? İndi A ilə O-ya gələndə plus 0,75 rəqs eləyir. Bu nə eləyəcək? 9 tam %75 eləmiş olacaq. 10'a çatmayıb. Bax, 10 saniyə sonra deyil. Onda nə olacaq? 10 saniyə sonra bax, 9 tam %75'də A'dan O'ya gəlir, bura çatır. Bu görürsünüz mü? 10'a çatmayıb da. Deməli 10 saniyə sonrası, yəni 10 plus saniyə olmalıdır da. Bu da deməli O-A arası olacaqdı. Yəni mən 9 tam %75'in üstə bir dənə də 0,75 gəlsəm onu keçirdi. Ona görə O nöqtəsindən B nöqtəsi arasında olacaq 10 saniyədən sonra. 13'də baxaq. Təkərin diametri verib 50 cm olan avtomobil 15 dəqiqədə 27 km məsafə qət edərsə tezliyi istəyir. Radiusu birinci tapaq buradan. Radius nədir? R bərabərdir 50'nin yarısı 25, 0'dan %25 yazaq da. Çünki bizə santimetrlə verib, burada metrlə eləyək. Səliqəsiz oldu. Radiusu yazaq. R bərabərdir 0'dan %25 metr. Daha sonra biz sürətin düsturunu bilirik də. Yazaq. Məsafə də verilib. Yəni V bərabərdir 2 pi r n düsturundan gedək. Tezlikdir n. Daha sonra B-nin yerinə nə yazaq? L bölünsün T yazaq da. Bərabərdir 2 pi r n. Və yaxud burada əslində D bölü 2 yazardıq. Radiusun yerinə D bölü 2 yazsaydıq da olardı yəni. Yəni burada D bölünsün 2 yazsaydıq 2'lər gedərdi. Onda bizim düsturumuz belə yazaq da. Pi D n şəklində olardı. Buradan da tezliyi tapanda n bərabərdir pi d. Da bunu silim çünki radiusa ehtiyac qalmadı. Pi d məxrəcdə olacaq. Bir də T. Çünki yanındakılar məxrəcə, digər tərəfdəkilər sürətə qalxacaq. Buradan da elə baxıram 27 kilometrdə 27 vurulsun 10 üstü 3 eləyəcək. Pi 3. Diametr 50 santimetrdir. 50. Üstəkini ataq yuxarı. Daha sonra T. Zaman nə qədərdir? 15 dəqiqə 15 vurulsun 60 eləyəcək o da. Baxaq. İxtisarlarımızı aparaq. Üçə da 5 qalacaq. Daha sonra burada 1000 bölünsün 5, 25. O da təbii 20 eləyəcək. 20 saniyə, yəni 20 saniyə üstü mənfi 1 və ya 1 bölünsün saniyə də deyə bilərik. Bu şəkildə. 14'ə baxaq. Yaylı rəqqasın tezliyi verilib, amplitudu verilib.
Bizə nə istəyir? Bir nöqtəsindən hərəkətə başlayıb 10 saniyə getdiyi yolu hesabı. Biz yolun düzlüğünü bilirik. R bərabər 4 amplitude vurulsun n idi. Deməli, buradan dövr tezlik varsa, saniyə də varsa dövrlərin sayını tapa bilərik, n-i tapa bilərik. Tapaq. Tezlik n bərabərdir, yazaq n bərabərdir. N bölünsün t-dən. Buradan n-i tapanda n bərabərdir, tezlik vurulsun zamana bərabərdir, onda n bərabərdir. Tezliyimiz 2-dir, zamanımız 10-dur, onda dövrlərin sayı deməli tapdıq ki 20-dir. Baxaq. 4 vurulsun. Amplitudumuz da var da burada 20. 20 bölünsün 100 vurulsun 20'ye beraber olacak. O da 4 dəfə 8 16. 16'ya beraber olar. İndi 15'e baxaq. Maraqlı sualdır bu 15. Bundan 2 dənə var. Baxaq 15'dən. Deyir bir qap su ilə tam dolulub tərəzidə ölçdükdə 100 qram, sıxlığı 1.5 olan başqa bir mayada tam dolduqda isə 120 qram olur. Bizə boş qabın kütləsini istəyir. Baxaq, birinci sistem təhlil qura bilərik. Bunu da yazaq ki, üzrlü saniyə. Demək yazaq ki, M qab, yazaq sistem təhlil, M qab üzərinə M maye bərabərdir. Maye ilə olduqda, bax, maye ilə olduqda deyir 120 qrama bərabərdir. Daha sonra yine M qab plus su ile olduqda deyir 100'ə bərabərdir. Sistem təhlil. Daha sonra elə bunları aça bilərik də. Elə hazır yazaq. M qab üstə gəl. M-i yerinə rove yazarıq da. Baxaq. Maye üçün nə qədərdir? Mayenin sıxlığı yazaq. Bilmirik. Həcmini bilmirik. Sıxlığımız amma 1.5'dir. Bərabərdir 120'yə. İkinci üçün yazaq M qab üzərinə. Yəni ikincinin də həcmini bilmirəm. Məqsədimiz burada həcmi tapmaqdır. Sıxlığımız 1'dir. O da 100'ə bərabərdir. Aha, buradan tərəf-tərəfə çıxanda M qablar gedəcək. 1.5 V'dən 1 V'yə çıxanda 0.5 V eləyəcək. O da 120'dən də 100 çıxanda 20. Onda V də bərabərdir. 20 bölü 0.5 o da 40 eləyəcək. V bərabərdir 40 aldıq kubmetr. Santimetrin kubunu. Aha, buradan da M qabı istəyir bizdən. Bu təniklərin birində qoyaq da yerinə. Buradan məsələn qoyaq. Yazaq ki M qab üzərinə M sunun yerinə yazdıq ki buradan V vurulsun 1 idi. V-ni tapdıq. Nə idi? 40 idi. Vurulsun 1. O, suyun sıxlığıdır 1. Vurulsun 100. Buradan da 100'dən 40'a çıxanda M qabımız deməli nəymiş? 60'a bərabər imiş. Cavab D variantı olacaq burada. Daha sonra buna baxaq. Bu da elə ona oxşar sualdır. İndi deyir ki 3'də 1 hissəsi və yarım hissəsi doldurulmuş. Baxaq, indi yenə tənlik quraq. Yazaq ki 16 üçün M qab yazaq. M qab üstə gəl. Yenə M maye, ikisi də mayedir zaten. Yazaq da elə açmış formada yazaq. Birinci 3'də 1 hissəsi, yəni 3'də 1 həcmi su ilədir. Vurulsun 1. Su olduğu üçün ikisini 1'ə vuracağıq. 120 qramdır. İkinci üçün yazaq. M qabımız. İkinci nə qədərdir? 2'də 1'i. 2'də 1 həcmi su ilədir. Buna görə 1'ə vurmalıyıq. Çünki suyun sıxlığı 1 qram bölünsün santimetrin kubudur. O da 140'a bərabərdir. Tərəf-tərəfdən çıxsaq, onda nə olacaq? 3'də 1 ilə 2'də 1 6 olacaq məxrəc. 6'da 1 V bərabərdir 20 olacaq. 20, onda V də bərabərdir 120'yə. Həcmi tapdıq ki 120'dir. Yenə bu 120 bu ümumi qabın həcmi sayılır da. Amma bizə deyir ki, qab deyir su ilə tam doldursa, tərəzinin göstərişi necə olar? Baxaq, indi yəni biz kütləni tapmalıyıq da. Onda yaza bilərik ki, məsələn M qab yerinə